Qoç, əziz Qoç, bugün daxili aləmin üçün çox güclü enerjilər var. Bəzi məsələləri tamamlamalısan, amma əvvəlcə intuisiya ilə əlaqə qurmalısan. Günəş və Neptun birlikdə son dəfə gizlilik sahəsində birləşir. Yaxın zamanda yeni bir başlanğıc edəcəyini hiss edə bilərsən. Bugün yaradıcılığa və xəyal gücünə ehtiyac duyduğunu dərk etmək üçün əla zamandır. Xeyirxah bir addım ata bilər və ya kiməsə kömək edə bilərsən. Praktiki məsələlər bir qədər ikinci planda qala bilər. Ancaq xəyal gücün səni çox gözəl yerlərə aparacaq. Buğa, əziz Buğa, Günəş və Neptunun birləşməsi səndə dostluq və yaxınlıq ehtiyacını artırır. Başqalarına kömək edə bilər və ya özün dəstək axtara bilərsən. Bugün sənə bəzi şeyləri daha aydın görməyə kömək edəcək. Bəzi əlaqələrin qarşılıq tərəflərini və ya qeyri-sabit münasibətləri dərk edə bilərsən, amma eyni zamanda böyük arzular qurmaq üçün ideal vaxtdır. Həyatında bəzi dəyişikliklərin baş verəcəyini hiss edə bilərsən, buna hazır ol. Əkizlər, əziz əkizlər, bugün karyera və gələcək planların haqqında düşünmək üçün əlverişlidir. Keçmişlə barışmaq və hədəflərinə daha açıq baxmaq imkanın var. Xəyalların və yaradıcılığın ön plana çıxır. Neptunun bu mövqeyi sənə böyük arzular qurmağa kömək edir, lakin detallara diqqət yetirməyə bilərsən. Əgər yeni bir ilham axtarırsansa, işində yaradıcı və fərqli yanaşmalar sınaya bilərsən. Hədəflərini daha aydın görmək üçün bu şansı qaçırma. Xərçəng, əziz Xərçəng, Günəş və Neptunun bu birləşməsi sənə daha çox xəyal gücü və yaradıcılıq bəxş edir. Bugün keçmişi buraxmaq və yeni şeylərə açıq olmaq üçün ideal gündür. Qəfil maliyyə imkanları və ya fərqli təcrübələr qarşına çıxa bilər. Həyatını daha maraqlı edəcək dəyişikliklərə açıq olmalısan. Bu proses sənə yeni biliklər, dərin hisslər və fərqli baxış bucaqları qazandıra bilər. Şir, əziz Şir, bugün münasibətlər və maliyyə ilə bağlı yeni hisslər yaşaya bilərsən. Əgər emosional olaraq narahat hiss edirsənsə, bu daha da aydın ola bilər. Amma eyni zamanda gözlənilməz yaxınlıq və dərin bağlılıq hiss edə bilərsən. Maliyyə məsələlərində diqqətli ol. Çünki bugün hər şey aydın görünməyə bilər. Günəş və Neptun tezliklə yeni bir mərhələyə keçəcək. Bu da sənin üçün yeni bir dövrün başlanğıcı ola bilər. Qız, əziz qız, Günəş və Neptunun birləşməsi münasibətlərində bəzi dəyişikliklər yarada bilər. İnsanlara fərqli gözlərə baxmağa başlaya bilərsən. Enerjini düzgün istiqamətə yönəltməlisən. Çünki bəzi insanlar sənin sözlərini və hərəkətlərini yanlış başa düşə bilər. Münasibətlərdə sərhədləri müəyyən etmək sənin üçün vacib olacaq. Əgər münasibətlərində boşluq hiss edirsənsə, bugün bunu daha aydın dərk edə bilərsən. Amma bu həm də sehirli bağların gücləndiyi bir gün ola bilər. Tərəzi, əziz Tərəzi, bugün həyatında məqsəd və harmoniya yaratmağa çalışırsan. Günəş və Neptunun 6-cı evdə birləşməsi, gündəlik vərdişlərinin və həyat tərzinin mənəvi ehtiyaclarını necə qarşıladığını düşünmək üçün mükəmməl bir zamandır. Adi işlər bugün sənə maraqlı görünməyə bilər, lakin yaradıcılıq və yeniliklər səni canlandıra bilər. Həyatında yeni və fərqli bir metod kəşf edə bilərsən. Başqalarına kömək etmək və faydalı olmaq səni xoşbəxt edə bilər. Əsas olan enerjini düzgün yönləndirmək və lazımsız şeylərə vaxt itirməməkdir. Özünə vaxt ayır və düşün. Əqrəb, əziz Əqrəb, Günəş və Neptunun bugün birləşməsi sənə xüsusi ruh yüksəkliyi bəxş edir. Əgər müəllimlik, məsləhətçilik və ya rəhbərlik işləri ilə məşğulsansa, bugün sənə uğur gətirə bilər. Eyni zamanda uzun müddətdir diqqət yetirmədiyin arzularını daha aydın görə bilərsən. Romantika, yaradıcılıq və xəyal gücü bugün sənin üçün ön plandadır. Əgər həyatında nəyinsə çatışmadığını hiss edirsənsə, bugün yeni fürsətləri dəyərləndirmək üçün gözəl bir gündür. Xoşbəxtliyi başqalarından gözləmə, özün yarat. Bugün sənə unikal və dərin anlar yaşada bilər. Oxatan, əziz Oxatan, bugün daxili dünyana xüsusi diqqət yetirmək üçün gözəl bir zamandır. Şəxsi həyatında daha yaxşı şərait yaratmaq üçün arzuların oyanır. Həyat tərzində dəyişikliklər etmək, daxili səsinlə daha çox əlaqə qurmaq üçün idealdır. Eyni zamanda keçmişdə səni sıxan hissləri buraxmaq və daha çox mərhəmət hiss etmək üçün fürsət tapa bilərsən. Əgər qərar vermək çətindirsə tələsmə. Bugün sadəcə düşün və özünə vaxt ayır. Hisslərini daha dərindən anlamaq üçün fürsəti qaçırma. Oğlaq, əziz Oğlaq, bugün ünsiyyət, paylaşım və yeni layihələr üzərində fokuslanmaq üçün əla zamandır. Həyatında mühüm insanları daha yaxşı başa düşmək üçün özünü geri çəkmək istəyə bilərsən. Günəş və Neptunun zehni sahədə birləşməsi sənə yeni perspektivlər qazandıra bilər. Yaradıcı ideyalar üzə çıxa bilər, lakin bugün detallara çox da diqqət yetirməyə bilərsən. Özünü ifadə etməyin fərqli və təsirli ola bilər. Bu da başqalarının sənə daha çox maraq göstərməsinə səbəb ola bilər. Bugün ruhən rahatlamaq və yeni yollar axtarmaq üçün idealdır. Dolça,
Əziz Dolça, bu gün daha təhlükəsiz, stabil və rahat hiss etməyin yollarını tapmaq üçün yaxşı zamandır. Arzuların, ümidlərin və idealların ön plana çıxır. Günəş və Neptunun bu mövqeyi sənə yeni fürsətlər göstərir, lakin eyni zamanda bəzi maddi və emosional riskləri də vurğulaya bilər. Yaradıcı işlər və praktik ideyalar üçün ilham dolu bir gün ola bilər. Ancaq pul və xərclərlə bağlı daha diqqətli olmağa çalış. Bu gün yeni yanaşmalar kəşf edib həyatına fərqli bir baxış bucağından baxa bilərsən. Balıqlar. Əziz balıqlar, bugün insanlar sənin yanında rahat hiss edir və sən də öz enerjinlə xoş aura yaradırsan. Neptunun və Günəşin birləşməsi sənə çox müsbət təsir edir. Hədəflərin və arzuların ön plana çıxır. Bu da onları həyata keçirmək üçün gözəl bir fürsətdir. Bəzi vərdişlərini və köhnə düşüncə tərzini geridə qoyduğunu hiss edə bilərsən. Bugün düşüncələrin dalğın ola bilər, lakin bu sənə ilham verəcək. Xəyallarını reallaşdırmaq üçün öz instinktlərinə güvən.